Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilər. Bugün oktyabr ayının 28-i 2025-ci il. Mən hal-hazırda Ucar rayonunda Azərbaycan Dövlət Dəmir Yollarının Ucar stansiyasına yaxın bir ərazidə çəkiliş yaparım. Burada mənim çəkiliş yaparmaqdan məqsədim burada yaranmış antisanitar vəziyyətlə bağlıdır. İndi bunun çəkilişin vasitəsilə göstərəcəm sizlərə. Deməli, həmin bu bina əvvəl tibb məntəqəsi olubdur. Artıq bu bina yararsız vəziyyətdədir gördüyünüz kimi və bu binada çox bir antisanitar vəziyyət yaranıbdır. Burada yaşayan sakinlər, burada yaşayış binalarıdır. Dəmir yoluna ait yaşayış binaları. Burada insanlar çox antisanitar bir vəziyyət yaradıblar. Bax, görürsünüz bura nə gündədir. Burada zibil artıq aşıb daşır. Göstərirəm sizlərə. Deməli, burada, bu ərazidə Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının üzvü burada çəkiliş edərək Ucar rayon stansiyasının rəhbərliyinə bu çəkilişi təqdim edib ki, burada antisanitar vəziyyət yaranıbdır. Buradakı problemi aradan qaldırmaq lazımdır. Yəni, bir neçə gün bundan öncə olub çəkiliş. Təəssüf olsun ki, həmin bu müraciətə, şifahi şəkildə olunan müraciətə məhəl qoymayıblar. Bax, görürsünüz bu ərazi bərbad vəziyyətdədir. Mən buradan bu çəkilişin vasitəsilə Ucar rayon Dəmir yol stansiyasının rəhbərliyi Ruslan müəllimə xahiş edirəm ki, həmin bu ərazidəki antisanitar vəziyyət aradan qaldırılsın tez bir zamanda və bu çəkilişin vasitəsilə həm də sakinlərə müraciət edirəm ki, deməli, siz bu yaratdığınız vəziyyətlə öz yaşayışınızı çətinləşdirirsiniz. Burada sizin gətirib atdığınız bu məişət tullantıları ki var, burada hər cür yəni həşərat var. Bura mikrob mənbəyidir. Burada olan həşəratlar yenidən sizin evlərinizə daxil olurlar və hansısa xəstəliklərin yayılmasına səbəb olurlar. Ona görə də öz sağlamlığınızın ötürü burada belə bir antisanitar vəziyyət yaratmayın. Həm sizin sağlamlığınızdan ötürü, həm də rayonumuzun görünüşündən ötürü, rayonumuzun ekologiyasının pozulmamağından ötürü belə hallara yol verməyəsiniz. Və buradan deməli, digər rayonlara gedən sərnişin qatarları hərəkət edirlər. Bax, həmin bu dəmir yolu xətti ilə. Buradan keçən insanlar da buradakı antisanitar vəziyyəti görürlər. Yəni, bu da heç bir yaxşı hal deyil. Ucar rayon dəmir yolu stansiyasının polislərindən səslənirəm ki, burada gəlin nəzarət edin. Burada nəzarət edin. Qoymun bura insanlar gətirsinlər, zibillərini atsınlar. Lazım gələrsə əgər maarifləndirici söhbətlər aparın. Yox, əgər o söhbətlər nəticə vermirsə, cərimələr tətbiq olunsun. Yəni, həmin bu ərazi bu vəziyyətdə olmağı həqiqətən də çox utanc verici bir vəziyyətdir. Ona görə də mən bu çəkilişin vasitəsilə bir daha Ucar rayon Dəmir yolu idarəsinin rəhbərliyinə xahiş edirəm ki, həmin bu ərazidəki yaranmış antisanitar vəziyyət tez bir zamanda aradan qaldırılsın. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.